Deməli, kvadratın mərkəzində elektrik sahəsinin yekun intensivlik vektoru hansı istiqamətdə yönəlmişdir? İlk olaraq 4 yükümüz var. Onları nömrələyək. 1, 2, 3 və 4. Burada intensivlik vektoru müsbət yükdən çıxır, mənfi yükę isə daxil olur. Bundan istifadə edərək əsas kvadratın mərkəzindən nöqtəmizi seçirik. Birinci, mənfi yük olduğuna görə intensivlik vektorunu özünə tərəf çəkirik. İkincisi, yenə mənfi yük olduğuna görə intensivlik vektoru özünə tərəf çəkilir. Üçüncü, müsbət olduğuna görə onu biz sol aşağı çəkmirik, yuxarı qaldırırıq. Çünki özünə doğru çəkəsi olsun, bu tərəfə doğru gətirməli olacaqdır. Dördüncü yükdə müsbət yük olduğuna görə yenə özünün əksinə doğru intensivliyini apardı. Y1 və Y4 eyni istiqamətdə yönəldi. Y2 və Y3 eyni istiqamətdə yönəldi. Toplanırlar. Yekun əvəzləyici isə onların ortasından çıxır. Yəni 3.